böyük alim Ayətullah Müctehid, əslən Təbriz şəhərindən olan Ayətullah Cəfər Subhani Təbrizi bəyanat verdi. Biz ona buradan təşəkkür edirik. Alimlər gərək bicana qalmasınlar, qalmırlar da şükür Allaha. Necə ki Fələstin üçün ürək yandırırıq, necə ki dünyanın hər yerində bir məzlum varsa, o cümlədən də bizim Azərbaycanda müsəlman hicablı xanımlarımız həbs olubsa, alimlərimiz bu məsələdə şükür Allaha sözün deyirlər. Allah ondan razı olsun bir daha. Və dedi, o xanımlar bilirsiniz, indi elə vəziyyətə düşüblər ki, onlara ağır cəza verməsinlər deyə 10 ildən yuxarı hətta belə oxudum, aclığa başlayıblar. Aclıq eləyirlər. Ayətullah Subhani xəbər göndərib və deyib ki, özünüzə təhlükə yaratmayın, aclığı dayandırın, amma onlara da bir yana qalmamağı tapşırıb. Müsəlmanları bir-birinə ürək yandırmağa, can yandırmağa, dərdinə şərik olmağa çağırıb ki, inşallah ümidvaram ki, elə Ayətullah Subhaninin bu bəyanatından sonra həm möminlər öz vəzifəsini bilər, həm müsəlmanlar öz vəzifəsini bilər, həm də onlara həbs edənlər, Azərbaycan qadınına yaraşmayan, bizə yaraşmayan, qeyrətimizə yaraşmayan, xalqımızın adına yaraşmayan bir iş ki var, qadını həbsə salmaq, özdə nə üçün? İmam Hüseyn üçün Eysan Palibi imamın qırxında. Nə üçün? Uşaq qatili İsrailə lənət deyib, onu pisləyib. Onlar da öz səhvini düzəldərlər və xanımlarımız inşallah tezliklə bizim aramızda olar, azadlığa qovuşarlar.